saxtakarlıq edir ki, sayı hesabı yoxdur. Onun maaşını soruşmaq və oğluna yaratdığı şəraiti hansı pullarla əldə etdiyini aydınlaşdırmaq lazımdır. Oğlu isə öz həyat yoldaşına işgəncə verib deyə açıqlamasında bildirir və iddia edir ki, Məzahir Pənahov özü daha doğrusu tələb edir ki, istifa versin, yaşlıdır, həbsin demək, Məzahir Pənahov yaşlı adamdır və onun həbsini istəməzdi, ancaq özü ərizə yazıb vəzifədən getməlidir. Lakin oğlunun törətdiyi bir cinayətdir, cinayətə görə isə mütləq oğlu cəzalandırılmalıdır. Əziz dostlar, elə birazdan yəqin ki, Hafiz Hacıyevin özünü qoşacaq canlı yayıma, efirə qoşulacaq, özü açıqlamasını deyəcək. Amma mətbuatda bir xəbər gedib, Məzahir Pənahovun oğlu hansısa bir müəllibi döyüb, Ziyafət Əskərovla bağlı nəsə insident olub, eyni binada yaşayıblar. İndi studiyamızın qonağı var, əziz dostlar. Studiyamızın qonağın mən sizə təqdim edirəm. Subut müəllim Mehdiyevdir və Subut müəllim elə Ziyafət Əskərovla bağlı mövzunu danışacaq. Subut müəllim, xoş gəlmişsiniz. Salamlar, vaxtınız xeyir olsun. Səngər TV-nin Səngərdə həmişə müsəlləh dayanan izləyicilərini mən salamlayıram. Əziz izləyicilər, Ziyafət Əskərovla bağlı olay var, insident, yəni hansı insident olub, onu elə Subut müəllim təqdim edəcək, amma birazdan Hafiz Hacıyev, Müasir Müsavat Partiyasının sədri efirə qoşulacaq, çünki mətbuat açıqlamasında sensasyon açıqlamalar verib və ittiham edib Məzahir Pənahovu, onu saxtakarlıqda ittiham edib və oğlunun dərhal cəzalandırılmasını tələb edir. Dəyərli dostlar, əziz izləyicilər, kanalda olanlar, xahiş edirik, verilişi bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Subut müəllim, buyurun, Məzahir Pənahovla bağlı bəs Ziyafət Əskərovla bağlı nəsə bir açıqlamalar var. Bəli, açıqlamalar var. Həftə ərzində ümumiyyətlə bir çox tanınmışlar bu məsələ ilə bağlı fikirlər söylədi, haqlı olan tələblər irəli sürdülər. Eyni zamanda partiya sədrləri, xüsusilə mən qeyd eləmək istəyirəm Hafiz Hacıyevi, hüquq müdafiəçisi, bilirsiniz ki, Novela Cəfəroğlu da bu məsələ ilə bağlı bir deməli, məsələ münasibət bildirib. Mən elə ardıcıl olaraq Ziyafət Əskərovun oğlu ilə bağlı olan məsələ ilə bağlı danışacağım. Eyni zamanda Novela Cəfəroğlu'nun da məsələyə münasibətin sizin nəzərinizə çatdıracağım, əziz dostlar, əziz izləyicilər. Məsələ nədir? Mən elə ilk əvvəl keçirəm mətləbə, əsas məsələyə. Demək, belə qeyd olunur ki, müəllimi döyüb. Bu məsələ ilə bağlı, hətta Ziyafət Əskərov oğlu ilə bağlı ona şikayət edibmiş. Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini əri Məhəmməd Pənahov tərəfindən ciddi məruz qaldığını, şiddətə məruz qaldığı barədə məlumatlar dolaşmaqdadır. Hətta onun şəkilləri bütün mətbuatda yayılmışdı. Təbii ki, biz mətbuatın xronikası, mətbuatda gedən məlumatları sizin nəzərinizə çatdırırıq. Xəbər verilir ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətlərində hallanıbmış. Demək, qeyd olunur ki, o 2010-cu ildə Nəsimi rayonu Şamil Əzizbəyev küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti bölməsinin baş müəllimi, əməkdar müəllim Alek Mirzəyevə qarşı zorakılıq edib. Alek Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq Məhəmməd Pənahov üz istəmək əvəzinə onun boğazından tutaraq xəsarət yetirib. Müəllim aidiyyəti üzrə 22-ci bölməyə müraciət edib,
bundan əvvəl elə həmin binada yaşayan Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı da verilən məlumatlar sırasındadır. Belə ki, Pənahovun evində hayküylü məclislər təşkil edilməsi Ziyafət Əsgərovun narazılığına səbəb olur. Onun bununla bağlı Məzahir Pənahova şikayət etdiyi də verilən məlumatlar sırasındadır. Bu, əziz dostlar, Qafqazinfo saytında gedib, hətta Qafqazinfo xatırladır ki, cütlük 2022-ci ildə iyunun 28-də Bakıda ailə həyatı qurub. Yoldaşından söhbət gedir, deməli, Məhəmməd Pənahov. Daha sonra Los Angelesə köçüblər. Məhəmməd Pənahova iddia edir ki, demək, gəlini iddia edir ki, əri sonradan itki alütəsinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını da itiribdir. Demək, boşanan xanım, Pənahovun boşadığı xanım, onun tələbinə görə, demək, Binəqədi rayon məhkəməsində hətta boşanma tələbinə görə iddia ərcəsinə də baxılıb. Məhəmməd Pənahov vəkili vasitəsilə boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib. Amma məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib, tərəflər arasında başqa bir çəkişmə qadına məxsus qızıl, zinət əşyaları və bahalı geyimlərlə bağlıdır. 300.000 manatdan çox qiyməti olan əşyalarla bağlı həllini tapmadığı üçün ailənin keçmiş gəlini yenidən məhkəməyə üst tutacağı bildirilir. Əziz dostlar, bax görürsünüz, hətta mətbuatdan da verilən məlumatlara görə elə Amerikada çox bahalı, dəyəri milyonlarla ölçülən villadan da söhbət gedir. İndi 300.000 manat dəyərində qızıl zinət əşyaları, təbii ki, bu iddialardır, bu bizim sözümüz deyil, bu demək xanımın, Məzahir Pənahovun gəlinin iddiasıdır. Əziz dostlar, mən qeyd eləmək istəyirəm ki, bayaq əvvəlki sözümün əvvəlində də qeyd elədim ki, demək məsələ nədir? Hətta hüquq müdafiəçisi, yəqin ki, mətbuatdan da tanıyırsınız, uzun illərdir hüquq müdafiəçisi kimi tanınan Novella xanım, hər kəs tanıyır, hər kəs ona böyük hörmət, ehtiram bildirir. O da bu məsələ ilə bağlı demək fikir bildirib və istəyərdim ki, o fikirləri sizin nəzər diqqətinizə çatdırım. Novella xanım qeyd edir ki, Məzahir Pənahov çox tərbiyəsiz bir oğlu böyüdüb. Bu, hüquq müdafiəçisinin açıqlamasında qeyd olunur. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrlə bağlı xəbərlərə münasibət bildirərkən bildirib. O qeyd edir ki, bildiyim qədərilə həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarının bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-da yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real görünmür. Əgər doğrudan da əri tərəfindən mütəmmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə, yəni Amerika Birləşmiş Ştatlarında hüquq mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan digər təşkilatlara müraciət edə bilərdi. Bax, bu məqam çox incə və həssas məqamdır. Yəni, indi görünür ki, bu mətbuatdan insanlar öyrənir, bilir ki, xanım şiddətə məruz qalıb, özdə harada? Amerikada. Bəs Amerikada xanım da, indi Amerikada yaşayan xanım hiss olunur ki, savadlıdır, təcrübəsi var. Novella xanım da burada bunu qeyd edir. Bəs niyə orada aidiyyatı üzrə müraciət eləməyib? Niyə? Səbəbi nə idi? Bunun qarşısını kəsən nə idi? Qorxub. Sual doğru. Çünki 17 Şuşa. Əziz dostlar, mən davam edirəm. Amerika Birləşmiş Ştatlarında Hafiz Hacıyev efirdə olacaq, canlı yayıma qoşulacaq. Xahiş edirəm, bəyənin, paylaşın, suallarınızı da yazın. Mən qeyd edeyim ki, əziz dostlar, yəni bunu hər kəs də bilir ki, Amerika Birləşmiş Ştatlarında insan hüquqlarına bağlı çox sərt qanunlar var. Belə məsələlərdə çox həssaslıq var. O baxımdan
Davam olaraq Novella xanımın fikirlərini mən sizin nəzərinizə çatdırıram. Novella xanım qeyd edir ki, Amerika Birləşmiş Ştatlarında belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətinə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşırlar. Qısa müddətdə məhkəmə qərarları çıxarırlar. Zərər çəkənin təhlükəsizliyi çox ciddi formada təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib və ya ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb deyə Novella Cəfəroğlu qeyd edib. Onun sözlərinə görə əgər qadın onların təşkilatına müraciət edərsə, Novella xanım deyir, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar. Sadəcə olaraq bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovun cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən də böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb, cəmiyyətə idxal edib. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib. Bütün bunların kökündə isə çox vaxt məhdudiyyətsiz imkanlar dayanır. Çox pul, güc və toxunulmazlıq hissi. Əziz dostlar, bax görürsünüz, insanlarda nəzarətsizlik yarada bilir. Halbuki mən tanıyıram ki, oliqarx övladları arasında çox tərbiyəli, savadlı, davranışlarına diqqət edən insanlar da var. Hər şey ailə tərbiyəsindən və valideyn nəzarətindən asılıdır. Bəziləri deyirlər ki, ata oğlun, oğul da atanın əməllərinə görə cavabdeh deyil. Evdə saxladığı it birini dişləyirsə, hüquqi cəhətdən onun sahibi məsuliyyət daşıyır. Əgər evində böyütdüyün övlad cəmiyyət üçün təhlükəli davranış sərgiləyirsə, deməli burada valideyn məsuliyyəti də gündəmə gəlir, düzgün tərbiyə verməli idi. Bax, əziz dostlar. O itlə müqayisə biraz... Bu, biraz, yox, müqayisə, niyə müqayisə edir? Yəni, bizdə deyirlər ki, doğrudan da həddi buluğa övlad çatdısa, qardaş bacıya, övlad atıya, ata övlada cavabdeh deyil. Amma heyvan baxımından, o qeyd eləmək istəyir ki, yəni heyvanda məsuliyyət var. Necə ola bilər ki, öz övladında sən buna məsuliyyət daşımayasan? Bax, bu itlə indi müqayisə edir, bu Novella xanımın fikri ilə, əziz dostlar. Amma onu da deyim ki, Subut müəllim, mən həmişə demişəm, yenə də deyirəm. İndi qarşı tərəfin açıqlaması yoxdur. Yəni, Məzahir Pənahov və bu ailədən açıqlama yoxdur. Qarşı tərəfin açıqlamasını da verə bilərik. Haqqın Az saytı, mənbə, Haqqın Az saytı yayıb bunu. Eynallah Fətullayevin rəhbəri olduğu sayt. Özlərindən açıqlama yoxdur, təkzib yoxdur. Hətta o döyülən gəlinin, yəni həyat yoldaşının, xanımının hüquqlarını müdafiə edən vəkil belə təhdidlərə məruz qalıb. Və demək, birazdan əziz dostlar, Hafiz müəllim Hacıyev, Müasir Müsavat Partiyasının sədrini efirə qoşacağıq. Subut müəllim, sizin Məzahir Pənahovla bağlı bir əlavə... Yox, əlavə yoxdur. Mən elə yeri gəlmişdən, yəqin ki, siz qoşacaqsınız. Bəlkə ola bilər suallar yaranır. Bəli, suallar. Mən indi Hafiz müəllimə zəy vururam. Əziz dostlar, dəyərli bizim mövzularımız çoxdur. Yəni biz elmi dərəcələrlə bağlı danışacağıq, sosial müavinətlə bağlı, pensiyalarla bağlı danışacağıq. Yəni, evdə qadınların pensiya təminatı ilə bağlı danışacaq. Yəni, mövzularımız çoxdur. Yəni, bu ancaq bu ardıcıllığı belə davam edək. Zəy vururam Hafiz Hacıyev, Müasir Müsavat Partiyasının sədri. Alo, salam, hər vaxtınız xeyir olsun Hafiz müəllim. Hər vaxtınız xeyir. Hafiz müəllim, Səngər TV-nin canlı yayımından sizi narahat edirik. Bir neçə sualımız var. Bugün mətbuata açıqlamanızda Məzahir Pənahovla bağlı sərt tənqidlər səsləndiribsiniz və özünün istefa verməsini, ərizə yazıb işdən çıxarılmasını və oğlunun da cəzalandırılmasını tələb etmişsiniz, səsləndirmişsiniz. İstəyirik bu mövzu ilə bağlı sizdən bəzi açıqlamaları götürək və orada bir humanizm cümləsi var, humanizm
prinsipi ki, özü yaşlıdır, həbs olunmasını istəmirəm, amma oğlunun həbs olunması, özünün isə ərizə yazıb işdən çıxarılmasını tələb etmişsiniz. Bu barədə xahiş edirəm bir neçə kəlmə. Allah pis evladın üzünü qara eləsin. Məzar müəllim neçə illərdir bu işlərin başında durur, bu seçki məsələsi Azərbaycanda. Bilsən nətərdir? Məzar müəllim gələ fikirləşirdi ki, oğlumun o pulları ona verməyirdi. O pullar hardan alıbdır, necə əldə edibdir, o hüquq mühafizə orqanlarının işidir. Hər halda hüquq mühafizə orqanları araşdırmalı ki, bu pullar hardan gəlibdir, necə gəlibdir, oğluna hardan veribdir, nətər olubdur. Bu məsələlər çox ciddi məsələlərdir. Yəni bu belə başlı-başına buraxılmamalıdır. Yəni bu Hafiz müəllim, üzr istəyirəm. Sizin versiyanız nə ola bilər? 2 milyon 400 min dollarlıq ev hər ay, hər gündə bir neçə banklar var, onların adı keçir ki, oradan pullar göndərilib bunun oğluna. Yəni 2 milyon dollar balaca rəqəm deyil, təkcə evin alınmasına. Bu hardan qazana bilər bu pulu təqribən? Yəni hansı versiya? Mən açıq istədiyim, bunların hamısı çişli pullardır. Yəni öz əməyinlə qazanılan pul deyil. Yəni elə hasar pulsa biz niyə qazana bilmirik? Bizim niyə yoxdur? Biz niyə bu belə də Xruşov bu evlərdə